Salam əziz izləyicilər. Bu gün sizlərlə bir yerdə 2 mart 2025-ci ildə keçirilmiş buraxılış imtahanı riyaziyyat suallarına baxırıq. Başlayaq 61-ci sualdan. 61-ci sual müxtəsər vurma düsturlarına aid bir sualdır. Verilən ifadəni sadələşdirin. Gəlin birinci mörtəzəni olduğu kimi saxlayaq. Yəni 5 minus 6y kubu. İkinci mörtəzədə isə toplananların yerini dəyişək. Yəni 5 plus 6y kubu. Bildiyimiz kimi toplananların yeri dəyişən zaman cəm dəyişmir. İndi baxsaq burada toplama və çıxma ifadələr var. Yəni bu A minus B-yə, digər ifadə isə A plus B-yə uyğun gəlir. A minus B vurulsun A plus B ifadəsi isə müxtəsər vurma düsturlarından A kvadrat minus B kvadrata uyğun gəlir. Yəni burada A-nın yerinə dayanır 5, B-nin yerində isə 6y kubu. Yazırıq 5-in kvadratı çıxılsın 6y kubu kvadrat. Bərabərdir 5-in kvadratı 25. Çıxılsın kvadrat hər birinə aiddir. Həm əmsala, həm də qüvvət üstünə. Çıxılsın 36, y üzəri 3-ün üstü 2, 6 deməkdir. Bir-birinə vurulur. Düzgün cavab A variantı. 61-ci sualda. Keçək növbəti sualın izahına. Mərkəzi O nöqtəsi olan çevrə verilib. Gəlin baxaq. 62-ci suala. Çevrə verilib. Çevrəmizin belə bir diaqonalı çəkilib. Belə bir vətər çəkilib. Bura A nöqtəsidir, B və C nöqtəsi. AB vətərinin AC diametrinin yarısı. Diametrinin yarısına biz radius deyirik. Yəni bura radiusdur, bura radiusdur. Sonsuz da bu hissələr də radiusdur. Gəlin O və B nöqtələrini birləşdirək. Düzdürmü? Bura radiusdursa OB nöqtəsi də radiusdur. Burada bir bərabər tərəfli üçbucaq yarandı. Bildiyimiz kimi bərabər tərəfli üçbucağın hər bir bucağı 60 dərəcəyə bərabərdir. A, O, B bucaqları hər biri olur 60 dərəcə. Bizdən BAO-nu soruşur. Yəni BAO-nu tapın, cavab 60 dərəcə, yəni C variantı. Növbəti suala gəlin baxaq. Bərabərsizlik sualı verilib. Bu tip bərabərsizliklərdə birinci kəsirimizin məxrəclərini bərabərləşdirməliyik. Yəni 2x kvadrat üstəgəl 2 bölünsün 2 böyükdür. Digər kəsirlərin gəlin ortaq məxrəc olaraq 10 götürək. 10-da vurmalıyıq neçə? 2-yə. Yəni 10-da 6x üstəgəlinsin 10-da 9. Birinci kəsimdə hər tərəfin gəlin vuraq 5-ə. Olacaq 10-da 10x kvadratı üstəgəl 5x böyükdür. 10-da 6x plus 9. Kəsirlərin sürətləri toplanır. Məxrəclər eynidirsə onlar ixtisar gedə bilər. Deməli, sürəti böyük olan kəsir daha böyükdür. Yazırıq bu şəkildə. Sonra nə edirik? Bərabərsizliyin hər iki tərəfini bir hissəyə keçiririk, digər tərəfə 0 yazırıq. Yəni 10x kvadratı üstə gəlinsin 5x, 6x olacaq mənfi 6x, çıx 9, böyükdür 0. Buradan 10x kvadratı çıxılsın x, çıxılsın 9, böyükdür 0 alırıq. Artıq bu bərabərsizliyi diskriminant üsulundan da yenə normal tənlik kimi həll eləməyə çalışaq. Diskriminant bərabərdir b kvadratı minus 4ac. Yəni b-nin yerində mənfi 1 dayanır. Mənfi 1-in kvadratı çıxılsın 4 vurulsun 10 vurulsun mənfi 9. Yəni bu işarə olacaq müsbət və dəyişir. 1 üstə gəlinsin 360. Diskriminant bərabərdir 361-ə. Diskriminant 361 olduqdan sonra gəlin düsturumuzu yazaq. X 1 bərabərdir mənfi B plus kök altında D bölünsün 2A. Burada B-nin yerində mənfi 1 dayanır. Mənfi 1-in qarşısında olur müsbət 1 üstə gəlinsin. Kök altında 361 bölünsün 2 vurulsun 10. O da bərabərdir 1 üstə gəl 19 bölünsün 20, yəni müsbət 1. X 2-də də eynidir, sadəcə diskriminantın qarşısına mənfi yazırıq. Yəni 1 minus kök altında 361 bölünsün 2 vurulsun 10 bərabərdir. Deməli 1 minus 19 eləyir 18.
8 mənfi 18 bölünsün 20. O da bərabərdir mənfi 0,9. İndi gəlin aralıqlarımızı təyin eləyək. Ədəd oxunda mənfi 0,9 və 1 qeyd olunur. Mənfi 0,9 və 1 arasında 0 qiyməti qoysaq tənliyimizin baxın bu yuxarıdakı qiymətinə cavab olacaq mənfi. Əks hallarda isə müsbət olur. Bizə isə müsbət qiymətlər maraqlıdır. Yəni mənfi sonsuzluqdan gəlir mənfi 0,9 birləşir 1 müsbət sonsuzluğa qədər. Düzgün cavab oldu D variantı 63-cü sualda. Gəlin baxaq 64-cü sualın izahına. 64-cü misal trigonometriya aid bir sualdır. Deməli tənlik verib. Gəlin birinci bu tənliyimizdə sinus x-ə bir A deyək. Düzdür. Olacaq 4A kvadratı çıxılsın 4A üstəgəl 1 bərabərdir 0. Diskriminantını tapmağa çalışaq. B kvadratı minus 4A C düsturundan istifadə edirik. Burada B kvadratı olacaq mənfi 4'ün kvadratı çıxılsın 4 vurulsun 1. Yəni 16 çıxılsın 16 bərabərdir 0. X1'i tapmağa çalışsaq mənfi B yəni 4 üstəgəl çıx kök altında 0 bölünsün 2A. 2A eləyəcək 8 yəni cavab oldu 0,5. Sinus funksiyası yəni sinus x 0,5 qiymətini harda alır? Həlli zamanı yazırsınız. Mənfi 1 üzəri k vurulsun pi bölünsün B sıfırdan yəni aldığımız cavab sıfırdan böyükdürsə k olaraq qalır. Pi bölü 6 da alır bu cavabı. Üstə gəlinsin pi k tənliyimizin həllidir. A variantı bizim düzgün cavabımızdır. Əgər mənfi 0,5 alsaydı onda burada k plus 1 olardı. Amma müsbət olduğu üçün elə k olaraq qaldı. Keçək növbəti misalımızın həllinə. 65-ci məsələdə ehtimal məsələsidir. Gəlin bunu həll edək. Birinci oğlan və qız şagirdlərinin hər birini dərsdə iştirak edib etmədiklərinə görə ayıraq. Deməli, dərsdə iştirak edən oğlan sayı baxırıq 15 dənədir. Yəni 15-i dərsdə iştirak edir. Dərsdə iştirak edən qız sayı isə 12 dənədir. İndi gəlin iştirak etməyənləri yazaq. Oğlanlardan deməli biri iştirak etmir dərsdə. Qızlardan isə ikisi dərsdə iştirak etmir. Ümumi seçilən şagird neçə dənə var dediyi üçün hamısından 2 şagird seçdiyimiz üçün cəmi 15 plus 12 plus 1 plus 2 30 dənə şagirdimiz var cəmilikdə. Bu 30 şagirddən bizə ikisi götürməliyik. Ona görə məxrəcdə kombinezon 30-dan 2 yazırıq. Sürətdə isə 2 şagirddən biri dərsdə iştirak edən oğlan. Yəni bu 15 dənədən kombinezon 15-dən 1 vurulsun. Qızlardan da iştirak etməyən qızlardan biri isə yəni kombinezon 2-dən 1 bərabərdir. Kombinezon 15-dən 1 elə 15 eləyir. 2-dən 1 də 2 eləyir. 30-dan 2 isə 30 faktorial bölünsün 2 faktorial vurulsun 28 faktorial edir. 28 faktorial 30 faktorial getsə yerdə qalar 30 vurulsun 29. Bunlar da ixtisar getsə burada qalar 15. 15 və 15 də gedir. Yerdə qalır 29-da 2. Düzgün cavab oldu Y variantı. Növbəti sual. 66-cı sualın gəlin həllinə baxaq bir yerdə. Çox rahat suallardan biridir. 66-da verilən ədəd kök altında 19,4. Hansı iki ədəd arasında yerləşir? Kök altında 19-dan əvvəl kökdən çıxan ədəd kök altında 16-dır. Sonra isə kök altında 25-dir. Yəni bu isə bu köklərin arasında yerləşir. 4 və 5-in arasında yerləşir. Düzgün cavab B variantıdır 66-cı sualda. Gəlin baxaq 67-ci sual. 67-də müstəvi üzərində olmayan M. Gəlin birinci şəklimizi çəkək. Bu tipdə bir şəkildir. Müstəvi üzərində olmayan M nöqtəsində müstəviyə MK və MY mailləri çəkilmişdir. MKN, yəni bu bucaq 30 dərəcədirsə, MK 6-dırsa, NY 6-dır, daha doğrusu NY 2-dirsə, bizdən MY-ni soruşur. Yəni bura bir X deyə bilərik. Bura hündürlük olduğu üçün 90-ın qarşısındakı əgər 6-dırsa, eyni zamanda burada hündürlükdür. 30-un qarşısındakı Pifagora görə olacaq yarısı, yəni 3. Bir tərəf 3, bir tərəf 2-dirsə, Pifagordan geçsək 3-ün kvadratı üstə gəlsin, 2-nin kvadratı bərabərdir X kvadratına. Deməli 9 üstə gəlinsin 4 bərabərdir X kvadratına. Buradan X bərabərdir kök altında 13, yəni C variantı. 68-ci məsələyə gəlin baxaq. 2 ədədin cəmi, yəni A plus B bərabərdir
137-yə, fərqi isə, yəni A minus B isə bərabərdir 19-a. Sistem tənlik şəklində həll etsək, fərqi toplayaq alt-alta 2A bərabərdir 6, 5, 156-ya. Buradan A bərabər olur 78-ə. A 78-dir. Bizdən də elə böyüdədə soruşur. Düzgün cavab olur D variantı. 69-cu sualda kürənin həcmi ilə bağlı bir sualdır. 69-da kürənin həcmi verilib. Radiusu 3 olan kürənin həcm düsturu ümumiyyətlə 3/4 pi r kubu düsturundan hesablanır. O da bərabərdir 3/4 pi vurulsun 3-ün kubu 27 eləyir. İxtisarlar gedir. 4 dəfə 9 eləyir 36 pi. Düzgün cavab olur D variantı. Bu düstur vasitəsilə hesablanır. Növbəti sual 70-ci sualdır. Tənasüb sualıdır. Deməli, rahat bir sualdır. 70-də deyir 9-da 7 bölünsün 3/1 bərabərdir x bölünsün 9/3. Tənasübün kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni 3/1 vurulsun x bərabərdir 9/3 vurulsun 9/7. Hər tərəf 3/1 ixtisar getsə burada qalar 1, burada qalar 3. Buradan x bərabərdir 3 və 9 da ixtisar getsə 3/7, yəni Y variantı. Sonra 71-ci məsələnin gəlin həllinə baxaq. 71-də n bərabərdir 3n minus 1 düsturu ilə verilmiş ardıcıllığın 5-ci həddini tapın. Yəni n bərabərdir 5 olarsa n bərabərdir 3 vurulsun 5 minus 1, yəni 14. B variantı sadə suallardan biridir. Növbəti 72-ci sual vektorlarla bağlıdır. 72-ci sualda bizdən vektorların skalar hasilini soruşur. Vektorların skalar hasilini tapmaq üçün x-lər bir-birinə vurulur, y-lər bir-birinə vurulur, toplanır. Yəni 4 vurulsun -5 üstə gəlinsin, -3 vurulsun 2 şəklində hesablanır. Burada -20 çıxılsın 6, yəni -26 skalar hasil D variantı düzgün cavabdır. Növbəti 73-cü sual və yenə kompleks ədəd verilib, qoşmasını tapmaq. A plus BI şəklində olan kompleks ədədin qoşması A minus BI olmalıdır. Yəni i'lərin əmsalları əks işarəli olur, amma A-lar bərabərdir. Yəni 4 minus 2i-də 4 qalır yerində, plus 2i bunun qoşmaqsıdır. Deməli 4 plus 2 D variantı düzgün cavabdır. Növbəti sual loqaritma sualı 74-cü misal. 74-də bizə loqaritmalar verilmişdir və bunları toplamağı bizdən tələb eləyir. Deməli, burada loqaritma 2 dənəsi 3-cü dərəcədəndir. Loqaritma kök altında 3-cü dərəcədən 10-un kvadratı üstə gəlsin LG 3-cü dərəcədən 10. Bunu hesablamaq üçün toplama olanda hər zaman loqaritma qalır yerində və daxilindəki ifadələr isə bir-birinə vurulur. Yəni 3-cü dərəcədən 10-un kvadratı vurulsun 10. O da bərabərdir loqaritma kök altında 3-cü dərəcədən 10-un kubu ixtisarlar gedir. Bərabərdir LG 10. O da 1-ə bərabərdir. Növbəti hissədə isə dərəcələr 5 verilib. Yenə eyni şəkildə LG 5-ci dərəcədən 10-un kvadratı üstə gəlsin LG 5-ci dərəcədən 10-un kubu. Yenə toplama olanda əsaslar qalır. Daxilindəki ifadələr isə vurulur. Yazırıq LG 5-ci dərəcədən 10-un kvadratı vurulsun 10-un kubu. Əsaslar eynidir, üstlər toplanır. O da eləyir LG 5-ci dərəcədən 10 üzəri 5, 5 ilə 5 getdi. Yerdə qaldı yenə LG 10, LG 10-da yenə 1-dir. Buradan 1 vahid, buradan da 1 vahid. Nəhayət 1 üstə gəlinsin 1 bərabərdir 2. Düzgün cavab 2. 75-ci sual. Yan səthinin sahəsi 72, hündürlüyü 6 olan düz prizmanın oturacağının perimetrini soruşur. Bizdə S-yanı tapan zaman oturacağın perimetrini həmin fiqurun hündürlüyünə vururuq. Deməli 72 bərabərdir P vurulsun 6. Buradan P bərabərdir 72 bölünsün 6. O da bərabərdir 12. Yəni oturacağın perimetri 12-yə bərabərdir. Gəlin 76-cı sualın izahına baxaq. Burada müxtəsər vurma düsturlarından istifadə edirik. 49-un kvadratı üstə gəlsin 46-nın kvadratı çıxılsın 26-nın kvadratı çıx 49, daha doğrusu 29-un kvadratı bölünsün 600. Buradan
qruplaşdırma üsulu ilə, yəni 49-un kvadratı çıxılsın 29-un kvadratı, a kvadrat minus b kvadrat düsturuna görə 49 plus 29 vurulsun 49 minus 29 yazırıq. Sonra plus kəsir xətti məxrəc olur 600. Burada yazırıq yenə plus 46 minus 26 vurulsun 46 plus 26 bölünsün 600 şəklində. Eyni kəsirdir, sadəcə davamıdır. Burada yazırıq 600. Bu hissənin cavabı eləyir 78, 20, burada yenə 20, bu hissə isə 72. İndi ortaq məxrəc olaraq 20-ni çıxarsaq, burada qalar 78, üstə gəlilsin 72 bərabərdir 20 vurulsun 150 bölünsün 600. İxtisarlarımız getsə 2 və 6 gedir 3, 3 və 15 gedir. Cavab 5 olmuş olur. Baxaq 77-ci misalın izahına. 6-da 1 üstü x, hər birini x-ə yüksəldirik. Bərabərdir 3-də 2, yenə hər bir vahidini x plus 1-ə yüksəldirik. Aha, indi 1 üzəri x elə 1-in özünə bərabərdir. 6 üzəri x-i 2 üstü x vurulsun 3 üstü x şəklində yaza bilərəm. Üstlər eyni olanda əsaslar vurula bilər. 2 üzəri x plusu da 1-i də 2 üzəri x vurulsun 2 üstü 1, yəni 2 şəklində yazıram. Digərini də 3 üstü x vurulsun 3 şəklində yazıram. Çarpaz şəkildə vurub bərabərləşdiririk. 3 üzəri x vurulsun 3 bərabərdir. 2 üzəri x və 2 üzəri x vurulanda olur 2 üzəri 2x. Üstlər toplanır. Vurulsun 2, vurulsun 3 üzəri x. Hər tərəfdən 3 üstü x-lər gedir. Yerdə qalır 2 üzəri 2x-i 3 bərabərdir 4 üstü x vurulsun 2 şəklində yazırıq. Buradan 4 üstü x bərabərdir 2-də 3, yəni 1,5. Düzgün cavab 1,5 oldu. 78-ci misalın gəlin izahına baxaq. 78-də sinus 360 dərəcədə ad dəyişir olur kosinus. Kosinus 39 dərəcə. Kosinus 39-da da sinus 231-də mənfi olduğu üçün bu olur mənfi kosinus 39. Yəni çıxılsın kosinus 39 üstə gəlilsin kosinus 39 yerində qalır və tangens 45-də 1-ə bərabərdir. Çıxılsın 1 bərabərdir. Kosinus 39-dar gedir. 12-də 1-ə vuranda eləyir 5. 5-dən də çıxırıq 1-i bərabərdir 4-ə. Düzgün cavab oldu 4. 79-cu misalın həllinə baxaq. Şagirdin riyaziyyat fənn olimpiyadasına cavablandırdığı 4 sualdan ilk 3-ünə görə topladığı balların ədədi ortası 8. Yəni 4 sualımız var. 1, 2, 3, 4 sualı. İlk A, B, C, D yazaq suallara. İlk 3-ünün ədəd ortası, yəni A üstə gəl, B üstə gəl, C bölünsün 3 bərabərdir 8-ə. 4-ünə görə topladığı balların ədəd ortası isə, yəni A üstə gəl, B üstə gəl, C üstə gəl 4 bölünsün 4 bərabərdir 7 olarsa, 4-cü suala görə neçə bal almışdır? Buradan çarpaz yolla həll eləsək, A üstə gəl, B üstə gəl, C bərabər olar 3 dəfə 8, yəni 24-ə. Aşağıda da yenə çarpazla getsək, A plus B plus C plus D bərabər olar 28-ə. Buradan A plus B plus C-ni yerinə 24 yazsaq, yəni bu hissə 24 üstə gəlilsin D bərabərdir 28-ə. Buradan D də bərabərdir 4-ə. Deməli, 4-cü suala görə 4 bal almışdı. Sonra gəlirik 80-ci sualın izahına. 80-ci sualda bizdən düzbucaqlı üçbucağın katetinin hipotenusa olan nisbəti verilib. Yəni, katetə 4K deyirik, hipotenusa 5K deyirik. Pifagora görə yerdə qalan digər katetdə 3K olar. 3, 4 və 5. Perimetr isə 48-dir. Yəni, P bərabərdir 4K, üstə gəlilsin 5K, üstə gəlilsin 3K. O da bərabərdir 12K. 12K da 48-ə bərabərdirsə, buradan K bərabərdir 4-ə. K-nın 4 olduğunu tapdıq. Hipotenusun uzunluğu 5K-dır. K-nı yenə 4 yazırıq. 5 vurulsun 4 bərabərdir 20. Hipotenusumuz oldu 20 santimetr. 81. Kvadrat formasındakı iki bağça ətrafına perimetrlər boyunca çəkilmiş borular vasitəsilə sulanır. Bağçalarda su anbarı arasındakı boruların hər birinin uzunluğu 4 metrdir. Aha, deməli, şəklimizi bu şəkildə verib, su anbarı
Aha, bura 4-dür, bura 4-dür. Bunu bildik. Bağçanın birinci bağçanın tərəfinin uzunluğu ikinci bağçanın tərəfindən 2 metr çox. Yəni bura x-dirsə, bura x plus 2-dir, digər tərəf olur x. Deməli bunun hər tərəfi x plus 2-dir, bunun da hər tərəfi x-dir. Birinci bağçanın sahəsi ikinci sahəsinin 2 mislindən 8 kvadrat metr azdır. Birincinin sahəsi S1 bərabərdir x plus 2-nin kvadratına, S2 bərabərdir x-in kvadratına. Birinci bağçanın sahəsi ikincinin sahəsindən sahəsinin 2 mislindən, yəni x plus 2-nin kvadratı bərabərdir 2 vurulsun x kvadratından, ikinci sahəsinin 2 mislindən 8-i çıxırıq. İndi buradan kvadrat tənli şəklində həll eləyə bilərik. X kvadrat müxtəsər vurma düsturuna görə açırıq. Üstə gəl 4x, üstə gəl 4 bərabərdir 2x kvadrat çıxılsın 8. X kvadrat deməli, x kvadratı keçir digər tərəfə. X kvadrat minus 4x minus 12 bərabərdir 0-a. Hasili mənfi 12, cəmi müsbət 4 olan ədədlər. X bərabərdir 6, x bərabərdir mənfi 2. Müsbət qiyməti götürürük. Təbii ki, x bərabərdir 6. Sulama üçün ən az nə qədər borudan istifadə olunub. Tərəfin uzunluğu 6-dırsa, deməli bu 6-dır. İkincinin perimetri olar 36. Birincinin perimetri tərəfi olacaq 8, perimetr olar 32. Bunlarda toplamağa ehtiyac var. Yəni 32 üstə gəlsin. Bu aradakı 4-ləri də toplayırıq. 8 üstə gəlsin 36. O da bərabərdir 32 üstə 8 40. 40-ın üstünə 36 76 metr boruya ehtiyac var. Növbəti suala gəlin baxaq. Bir məktəbin müəllimləri bütün kollektivin 4/1 şəhər, 5/4 Xankəndiyə, ikisi isə hər iki şəhərə səfər etdi. Deməli, bu Venn diaqramı şəklində gəlin yazaq. Hər ikisi hər iki şəhərə səfər edir. Şuşaya səfər edənlər 4/1 təşkil edir. Xankəndiyə səfər edənlər isə 5/4 hissəsini təşkil edir. Gəlin belə eləyək. 4/1 hissə üstə gəlsin 5/4 hissə bərabərdir. Bunların ortaq məxrəc olar 20. Birincini 5-ə, ikincini isə 4-ə vursaq, eləyər 4 dəfə 4 16, 16 üstə 5 21. Burada bu 1/20-də 1 deməkdir. Yəni 1 tam hissədən artıq qalan 20-də 1 nəfər hər ikisində iştirak edir. Yəni 20-də 1-i bizim 2 nəfərə uyğun gəlirsə, nəyə görə bunu belə elədik? Çoxluqların birləşməsinə görə bunu yazdıq. Yəni çoxluqlar N, A birləşmə B bərabərdir. N A üstə gəlsin NB çıxılsın kəsişmə. Yəni N A kəsişmə B. Buradan biz də bunları topladıq. Ümumini çıxdıq ki, yerdə qalan kəsişmənin hissəsini tapaq. Deməli, kəsişmədə 20-də 1 hissə qalır. Bu 2-yə uyğun gəlirsə, 20-də 1 hissəsi 2 olan ədəd tapan zaman 2-ni bölürük 20-də 1-ə, yəni 2-ni vururuq 20-yə, o da eləyir 40. Deməli, kollektivdə 40 nəfər müəllim var imiş. Növbəti trapesiya məsələsidir. Trapesiyanı çəkirik. Trapesiyada AB 6. AB 6-dırsa, buradan çəkilən xətti 6-ya bərabərdir. CD hissəsi 8-dirsə, SY parçası bu trapesiyanın romb və düzbucaqlı üçbucağı ayırır. Yəni düzbucaqlı üçbucaq bu hissədir. Bura 6, bura 8-dirsə, Pifaqora görə hipotenuz 6-nın kvadratı üstə gəlsin 8-in kvadratını kök altına salırıq, o da eləyir 10. Aşağı hissə olacaq 10. 6 6-dırsa, rombdursa, oturacaqlar da 6 6-ya bərabərdir. Perimetrini soruşur. Trapesiyanın perimetrini hesablamaq üçün bütün yan tərəfləri toplayırıq. Bütün hissələrin cəmi bizim perimetrimizi verir. Yəni 6 üstə gəl 6, üstə gəl 16, üstə gəlisi 8. O da bərabərdir. 12-nin üstünə 8, 20, 20-nin üstünə 16, 36 santimetrə bərabərdir. 84-cü məsələdə turistlər gəzinti zamanı, gəlin yazaq, gəzinti zamanı motorlu qayıqla iki məntəqə arasındakı məsafəni çayın axın istiqamətinə gedib, axının əksi istiqamətində 4 saatda qayıtdılar. Deməli, S olduğu kimi qalır. Qayığın öz sürəti V qayıq bərabərdir 6, V çay bərabərdir 3 və ümumilikdə 4 saat sərf elədilər. S-i tapan zaman S bərabərdir VT düsturundan istifadə edirik. Birinci gedilən yol, qayıdılan yol bərabərdir. S1 gedilən yol S bərabərdir. Deməli, gedən zaman axının
istiqamətində gedir. Yəni V qayıq üstə gəlinsin V çay vurulsun T1 bərabərdir. Qayıdan zaman isə axının əks istiqamətində qayıdır. Yəni V qayıq çıxılsın V çay vurulsun T2. S-lər də onsuz da bərabərdir. Bunları hesablayaq. Toplanan zaman 9T1 bərabərdir 3T2-yə. İxtisar getsə 3T1 bərabərdir T2-yə. Yəni T1-in yerinə K, T2-nin yerinə isə 3K yaza bilərik. T1 bərabərdir K, T2 bərabərdir 3K. Buradan bu məntəqələr arasındakı məsafəni soruşur və ümumilikdəki zaman, yəni T1 plus T2-ni də verib, T1 plus T2 bərabərdir 4K, o da bərabərdir 4-ə. Deməli, K da bərabər imiş 1. T1 onda olur 1, T2 olur 3 saat və S-i tapan zaman S bərabərdir V-T düsturuna, istənilən bir düstura yerinə yazarıq. Birincidə V qayıq üstə gəl V çay eləyəcək 9, T1 də 1-dir, 9 dəfə 1 9 və ya fərqindən də hesablasaq 6-dan çıxarıq 3-ü 3, T2 də 3-dür, 3 dəfə 3 də 9. Nəhayətində S bərabərdir 9. Həm gedilən yol zaman, həm qayıdan zaman yol dəyişmir, olduğu kimi qalır. 85-ci misalın izahında qrafiklər verilib. Koordinat başlanğıcına nəzərən simmetrik deyirsə, x-i -4 qiyməti çevrilir olur x müsbət 4, y-in müsbət 3 qiyməti çevrilir olur y-in -3 qiymətinə. Pifaqor teoreminə görə bura 3, bura 4-dürsə, hipotenuz olacaq 5, yəni 3-ün kvadratı üstə gəlisi -4-ün kvadratı kök altında bərabərdir 5-ə. Eyni şəkildə 4 və -3-ün də kvadratlar cəmi kökə salsaq, yenə burada eləyir 5. Yəni, bura A, bura B nöqtəsi olarsa, AB məsafəsi bərabərdir 5 plus 5, yəni 10-a. Bizdən sonra CD nöqtələrini soruşur, yəni qrafikin Y oxunu kəsən nöqtələr. CD nöqtələrini tapan zaman CD nöqtələri. CD nöqtələrini tapan zaman x-i 0 yazmalıyıq. Yəni 4-də 1, 0 üstə gəl 4-ün kvadratı üstə gəl 3 bərabərdir. 1 bölünsün 4, bu hissə eləyir 16. Üstə gəl 3. İxtisar getsə bura qalar 4, 3, 4-ün üstə 3, 7. Yuxarı hissə müsbət 7-dirsə, koordinat başlanğıcı üzrə simmetrikdirsə, aşağı hissədə olar -7. Yəni CD məsafəsi bərabər olur müsbət 14-də. Məsafələrin cəmini soruşur. AB plus CD, yəni 10 plus 14 bərabərdir 24-də.